Prosesdə daha da geniş olaraq nəzər salsaq biz görərək ki, xüsusən də Abşeron ərazisində dekabr ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Dekabrın 8-si axşam, 8-dən 9-na istəyən gecəsi Abşeronda yağıntıların leysan xarakterli intensiv güclü olması ehtimalı var. Dekabr ayının 9-u axşamdan 10 gün ərzində isə prosesin daha da kəskinləşməsi gözlənilir. Nəticədə Abşeronda yenə də bildirdiyimiz kimi bir sıra ərazilərdə su basma hadisələrində artım ehtimalı var. Bu proses bildirdiyimiz kimi əvvəlki dövrlərdə su basmaya məcbur ərazilərdə yenidən su basma hadisələrinin təkrarlanmasına səbəb olacaq. Artıq dekabr ayının 8, 9 və 10-dakı hava şəraiti təbii fəlakət riskli hava şəraiti elan olunmalıdır. Bu proses nəticəsində yanğıtların əgər xəbərdarlıq şkalasına uyğun bir xəbərdarlıqla elan olunsa, yanğıtların intensivliyinin dekabr ayının 8-də və 8-dən 9-na istəyən gecə Abşeronda sarı xəbərdarlığa uyğun olması gözlənilir. Xüsusən də dekabr ayının 9 axşamı doğru və 10-da isə yanğıtların intensivliyi nəticəsində xəbərdarlıq şkalasının narıncı xəbərdarlığa qədər qaldırılması mütləq sayılır. Bir çox qurumların artıq bu hava şəraitinin hazırlaşması vacib sayılır. Çünki qısa müddət ərzində əraziyə, yəni dekabr ayının 7-si axşamdan başlayan yanğıtların dekabr ayının 8-də və 9-u axşamdan 10-da intensiv güclü aramsız yedi şiddətli yağması gözlənilir ki, bu da kanalizasiya xəttlərinin yüklənməsinə səbəb olacaq. Bir sıra ərazilərdə geniş miqyaslı su basma hadisələrinin təkrarlanmasına səbəb olacaq. Bu bir xəbərdarlıqdır, bu bir riskdir. Bu proses modelin göstərdiyi şəkildə baş verərsə, bir sıra ərazilərdə hava ilə əlaqəli olan bir sıra sahələrdə çətinliklərin yaranması ehtimalı yüksək qiymətləndirilir. Artıq dekabr ayının 7-si axşamına doğru Abşeronun cənubundan Xəzər dənizindən daşınan rütubətli hava axınlarının Aralıq dənizindən daşınan rütubətli hava axınlarına qarışması və ərazidə intensiv xarakterli bir sistemin formalaşması gözlənilir. Nəticədə Abşeronun şimalında, Abşeronun mərkəzində və cənubunda yanğıtların leysan xarakterli intensiv və güclü olması gözlənilir. Dekabr ayının artıq 7-sindən 8-sinə keçən gecə və 8-cində isə 8-ci günün birinci yarısında müəyyən saatlarda yanğıtlarda qısa fasilə olsa da bu hava şəraitinin sabitləşməsi mənasına gəlmir. Dekabr ayının 8-sində səhər saatlarında yenidən Xəzər dənizindən daşınması gözlənilən intensiv xarakterli laylı topa yağış qruplarının Abşeron arasına daxil olması